Vahid Faziloğlu Cəfərov 1955-ci il avqust ayının 28-də Şəmkir rayonunun Düyərli kəndində dünyaya göz açıb. 1972-ci ildə orta təhsilini tamamlayıb. 1973-75-ci illərdə ordu sıralarında olub. Tərxis olunduqdan sonra Daxili İşlər orqanında milis nəfəri kimi işə başlayıb. 1985-ci ildə xüsusi milis məktəbini bitirib. Hüquqşünasdır. Zabit kimi 1995-ci ildə təqaüdə çıxıb. Vahid Cəfərov Qarabağ müharibəsi veteranıdır. Uzun müddətdir ki, xeyriyyəçiliklə məşğuldur. Respublikada xeyriyyəçi kimi ad-san qazanıb. Vahid Cəfərov xeyriyyəçiliyinə və savab işlərinə görə Azərbaycan Respublikası Qızıl Aypara Cəmiyyəti İcraiyyə Komitəsi Rəyasət Heyətinin fəxri fərmanına, Hacı Zeynalabdin Tağıyev diplomuna layiq görülüb. Əlaqə Beynəlxalq Xeyriyyə Cəmiyyəti və Zirvə Yolu qəzetinin birgə keçirdiyi sosioloji sorğu nəticəsində dövlətçiliyə, sədaqətə, işində obyektivliyə, Hacı Zeynalabdin Tağıyev missiyasını davam etdirdiyinə görə Zirvə fəxri diplomu, Böyük Qafqaz qəzeti redaksiya heyəti tərəfindən Hacı Zeynalabdin fəxri diplomu ilə, Nəcib və dəyərli əməllərinə görə Beynəlxalq Hüquq qəzeti Nəzarətin Gücü qəzetinin qərarı ilə Vətənimizin qüdrətlənməsi naminə fəxri diplomu ilə təltif olunub. Nəzarətin Gücü qəzetinin qonaqlar kitabında Vahid Cəfərov üçün xüsusi səhifə açılıb. Əlaqə Xeyriyyə Cəmiyyəti Zirvə Yolu Beynəlxalq İctimai Hüquq qəzetinin keçirdiyi sosioloji sorğu nəticəsində dövlətçiliyə, sədaqətə, işində obyektivliyə, Hacı Zeynalabdin Tağıyev missiyasını davam etdirdiyinə, Şəmkir rayonunda sosial vəziyyəti çətin olanlara etdiyi maddi və mənəvi yardıma görə Vahid Cəfərov 2004-cü il üzrə ilin xeyriyyətçisi fəxri adına layiq görülüb. Dəfələrlə haqqında oçerk, poema və məqalələr yazılıb, sənətli filmlər hazırlanıb. Yazıcı publisist Abbas Məmmədli Vahid Cəfərova Xeyriyyətçinin Ömür Yolu adlı sənətli povest əsir edib. Vahid Cəfərov hazırda Düyərli Bələdiyyəsinin üzvüdür. Ailəlidir, 3 övladı var. Şəmkir rayonunun Düyərli kəndində boya başa çatmış Vahid Cəfərov 1995-ci ildə könüllü olaraq polis bölməsindən istefa verərək torpağa bağlanır. 1996-cı ildə Düyərli Üzümçülük Savxozunda icarə qaydası ilə 5 hektar sahəyə kartof əkir. İcarə haqqını ödədikdən sonra ona 100 ton kartof qalır. O bu məhsulun 81 tonunu Müdafiə Nazirliyinə verir. Kartofun 3 tonunu sosial fonda, 5 tonunu ehtiyacı olan ailələrə bağışlayır. Həmin ilin payızında 1001 əziyyətlə də olsa Vahid müəllim fermer təsərrüfatı yaradır. İlkin olaraq bu fermada 380 baş qoyun saxlanılır. Bu həm də bir neçə çobanın işlə təmin edilməsi deməkdir. Fermada döl kampaniyası yaxşı keçir və yun qırxımı pis nəticə vermir. Vahid müəllim təsərrüfatın mümkün qədər müxtəlif sahələrinin inkişafına çalışır. Heyvandarlıq da onun diqqət mərkəzində olur. Yəni, böyüdən əkin olubdu. Atam kolxozçu olub, kətçi balası olub. Mən onun balasıyam. Mənim meylim bu əkindir. Bu heyvanları, bu insan insana deyir var dövlət. Bu var dövləti gərək yaradasan, qurasan, biz kətçi balasına qarmalı. Kətçi nə ilə məşğul olmalıdır? Kətçinin bir yeganə yolu var. Əhməlidir, pişməlidir, heyvana baxmalıdır. Elə bir misal Azərbaycan xalqında torpağın üzü qarı olsa da, özü qarı olsa düzə qarda. Bir də torpaq deyib ki, bir dəfə mənə baş əlinə mən göylərə qaldıraram. Həm də siz hər kəs hansı sahədə işləsin, ancaq o adam ki, torpağa bağlı, demək torpaq bu tərəfə çevriləndə vətən sahibi, ana vətən sahibi. O adamı ki, qanında vətən qeyrəti, torpağa bağlı, xalqa məhəbbət qaynayır, deməli o adam xoşbəxt adamlardır. Mən sizin haqqında bunu deyərdim ki, elə bir ki, bizim həmyerlimiz Fidail müəllim bu şeiri yazanda elə biz sizi nəzərdə tutduq. Gəl desən gələrəm mən, öl desən ölərəm mən, gül desən gülənmərəm, elim gülsə gülərəm mən. Adam var öz üçün yaşayır. Siz el üçün yaşayan adamsınız. Yenə də dövlətə, o hərbi hissəmə, çatışmayan yerlərə mi bir 100 ton kartof yenə verəcəm.
imkansızların yenə əlini tutacağım. Bu imkanım olmayan vaxtında yenə mən o imkansız, o əği yalın, haradasa tam belə yuan çörək tapyan ailə, onsuz da mən yardım edirəm. Köməklərim verirəm. Ona görə ki, mən ədətkəram. Mən 10-15 gün yeməsəm də olar, belə yağlı ət yeməsəm də olar. Ancaq aylarla bu yağsız, belə nətər dərlər, bir tikə həsrətində olan ailələr var. Mən o ailələri mən yaddan çıxartmaram. Mən haradasa bir qismatımı o imkansızlar üçün, imkansızlarla bir yerdə böləndə mən rahat özümü hiss edirəm. Gedib rahat yatıram evimdə. Ona görə ki, hər kəsin özünün ailəsi var, hər kəsin özünün uşağı var. Öz uşağı öz üçün gözəldir. Vahid Cəfərov fermanı böyütmək qərarına gəlir. Dövlətdən bunun üçün kredit almaq istəyir. Amma Vahid müəllimin xeyirxahlığını gözü götürməyən məmurlar səhlənkarlıq edir. Təəssüf ki, onun bu planı baş tutmur. Vahid müəllim fermer təsərrüfatını cəmi 2 il saxlaya bilir. Vahid Cəfərov yenidən torpaqla, təsərrüfatla məşğul olur. Çünki onun xəmiri zəhmətlə yoğurulub. Hələ bir neçə il bundan əvvəl qardaşı Vidadi Cəfərovla 7 hektar bağ plantasiyası salıb müxtəlif növ meyvələrin yetişdirilməsinə nail olublar. 1997-ci il martın 17-sində Tovuz rayonu ərazisində Bakıdan Bolnisiyə gedən sərnişin avtobusu qəzaya uğrayır. Bu zaman milliyyətcə Azərbaycanlı olan 26 nəfər Gürcüstan vətəndaşı həlak olur. Vahid müəllim də həlak olanların ailələrinə başsağlığı verərək ehsan üçün yas yerinə 10 baş qoyun göndərir. İllər öncə Şəmkir rayon xəstəxanasında tibbi ləvazimata ehtiyac olduğunu hiss edən Vahid Cəfərov Belarusiyanın Magilov şəhərindən Şəmkir rayon xəstəxanasına tibbi ləvazimatla yanaşı yeyinti məhsulları da göndərir. O bu ağır vaxtlarda etdiyi xeyriyyəçiliyi özünə borc, şərəf hesab edir. Vahid müəllimin ata-babaları da zəhmət dünyasının namuslu adamlarından olublar. Bir övlad kimi babalarından qalma bu nəcib ənənəni ləyaqətlə davam etdirən və yaşadan bu qeyrətli insan böyük bir ailənin eyni zamanda el obanın da qayğısını çəkməkdən mənəvi zövq alır. Mənim babam da xeyirxah insan olub, imkanlı adam olub, el oba arasında böyük hörmətə malik olan insan olub. Elə o kişinin oğlu, mənim atam rəhmətli Fazil kişi olub. O da açığı rəhmətli el oba arasında böyük hörmətə malik olan sayılan ağsaqqallardan biri olub. Peyğəmbər kimi adam olub. Həmişə istəyir ki, kiməsə yaxşılıq eləsin, hörmət eləsin, kasıb tərəfdarı olubdur. Çünki özü də kasıb olubdur. Onun balası da mənəm. Həm belə düşünürəm ki, vallahi bu qanıma hoppadır. Heç mənim özümün də xəbərim yoxdur. Bu barədə heç fikirləşmirəm də. Yəni, məndə bu adət halını almış bir xasiyyətdir. Mən bu barədən nə deyə bilərəm? Mən həmişə istəyərəm ki, ev oba firavan olsun. Mən istəyərəm həmişə evin obanın üzü gülsün. Əgər evin obanın üzü gülərsə də, mənim də üzüm gülər. Mən açığı mənim özümdə kasıfların tərəfdarı olmuşam. Həmişə istəmişəm yaxşılıq eləyəm. Onu deyim ki, bizim ailədə 5 qardaşıq. Bizim mərdumazarçılıqdan, yamanlıqdan, pislikdən, kiməsə vahidçılıqdan, belə şeylər biz qardaşlardan çox-çox uzaqlardadır. Mən şəxsən elə böyük qardaşım Əli ilə mən fəxr edirəm ki, ev arasında böyük hörmətə malikdir. Mən də onun balaca qardaşıyam, onun yanında böyümüşəm. Mən fəxr edirəm, rəhmətlik həyat yoldaşım qardaşı, Orucov Toğul kimi insan mənim qaynımdır. Elə bir uşaqlıqdan həmişə onunla ünsiyyətdə olmuşam, yanında çox olmuşam. Onun, mən deyim ki, Respublikada belə böyük hörmətə malik olub, yaxşı insan olub. Elə insanlar tək-təkdir.
Yəni, həyatda insan öz üçün yaşamamalıdır. Həyatda insan haradasa başqalarını yaşatmaq üçün yaşamalıdır. Mən belə başa düşürəm. Öz üçün yaşamaq mənasızdır. Mənim Allahdan arzum odur ki, qoy yaxşı insanların sayı çoxalsın. Çünki bu elin, bu xalqın ən ağır yükləri yaxşı insanların çiynindədir. Bu eli, bu xalqı dünyaya tanıtdıran elin arasından çıxan yaxşı insanlardır. Vahid Cəfərov eyni zamanda çox mehriban, təəssübkeş, həmçinin heç bir haqsızlıqla barışmayan insandır. Əyani bir misal. 1998-ci ildə Düyərli kəndində ehtiyacı olan ailələrə torpaq sahəsi verilirdi. Həmin torpaq sahəsində yenicə yamyaşıl taxıl göyərirdi. Vəzifəsindən öz şəxsi mənafeyi üçün istifadə edən kənd rəhbərləri qarşılarında Vahid Cəfərovu gördülər. Çünki Vahid Cəfərov bu əvəz edilməz nemətin ayaqlar altında qalmasına heç zaman razı ola bilməzdi. Bu xalq əziyyət çəkir, bu taxılı əkir. Mən başqa şeyə dözə bilərəm, ancaq bu acınacaqlı vəziyyətə dözə bilmərəm. Kim dözə bilirsə də, qoy o dözsün, ancaq mən buna dözəmirəm. Gecə günüzüm yoxdur, məni dərd aparıb. Bəs belə bir vəziyyətdə gül kimi əgər, mən sizə ancaq onu deyə bilirəm, bax, belə bir taxılı, bu çörək deməkdir. Bu bizim gələcəyimiz deməkdir. Bizim ac qalmamamız deməkdir. Əgər hardasa kimsə 5 manat, 3 manat üçün, hardasa öz kariyasını, öz manafeyini qorumaq üçün, civini doldurmaq üçün bizim bu çörəyimizi əyəkləyib, kiməsə həyətyanı torpaq sahəsi verməsinə kim nə deyə bilər? Bu ən acınacaqlı, ən dəhşətli, nətər dərlər, dözülməz işdir. Bunu kim bağışlamalıdır? Bəlkə və əgər bizim hörmətli prezidentimiz gəlib gözünlə bunu görsə, bu rəhbərliyi nətər bağışlaya bilər o? Və rəhbəri nətər icazə verir? Bəs bizim rayon rəhbəri nətər icazə verir? Oradan icazə verir ki, getkinən oradan torpaq yanı sahəsi verir, kiməsə 7 sotdan. Bəs bunun Allahı hardadır? Onun vicdanı, vətənpərvərliyi, xalqa, nətəri bu rəhbərlik eləyirlər ki, gül kimi belə bir taxılı əkdirsin də, kiməsə 7 sot dözə bilməzdilərmi? Bir 2 aydan sonra verəydilər də nə? Və bu bizim çörəyimiz axı. Bəs bugünkü gündə mənim şəxsən mən kəndimin şahidiyəm. Mən burada imkansız ailələrə mən yardım eləyirəm. Və qoymuram ki, deyirəm ki, zərər yoxdur, bir təri qışdan çıxar. Bəs bu qışdan çıxırıq. Bəs mən bu ümidim əgər mənim kimi qəlbi insanın ümidi əgər bu taxılarsa, bu çörəyətsə də və bu çörəyin nətəri öz xalqın özü əkdiyi bu taxılı, çörəyi özünə əxladır bu rəhbərlik. Buna dözmək olmaz axı. Mənim rəhbərliyim, əgər mənim bu çörəyimi əxləyirsə da, biz hansı gələcəkdən danışa, hansı bolluqdan danışa bilərik? Buna kim dözməlidir? Qeyrəti, mənliyi, vicdanı olan insan dözə bilərmi? Xeyriyyətçilik ona ata-babasından miras qalıb. O bunu kiminsə gözündə yaxşı görünmək üçün eləmir. Bu onun qanındadır. Bu ona ata nəsiyyətidir. Ata nəsiyyətini eşidənlərsə heç zaman peşman olmazlar. Bu əzəldən belədir. Vahid Cəfərov xeyriyyətçiliklə yanaşı həm də həssas adamdır. 1998-ci ilin dekabrın 25-də onun ailəsində böyük bir kədər üz verir. Atası Fazil kişi 73 yaşında dünyasını dəyişir. O mütəmadi olaraq böyük vətən müharibəsi veteranları ilə görüşlər keçirir. Onların problemləri ilə maraqlanır və əlindən gələn köməyi əsirgəmir. 9 may qələbə günündə veteranlara bayram süfrəsi açır. Atası Fazil kişinin ölümündən sonra da veteranlarla daha sıx-sıx əlaqə yaradan Vahid müəllim onlara göstərdiyi qayğını atasına hörmət kimi qiymətləndirir. Allah canını sağ olsun. Bizim hamımızın sizə borcumuz var.
nə qədər həyat var. Allah tək bizim ömrümüzdən alsın, sizin ömrünüzə dalasın ki, biz ağsaqqallı yaşayaq. Yox, onu yaxşı demədim. Şəxsən bugünkü gündə özümü çox şad hiss edirəm. Belə ki, mənim elə gənclikdən, cavan vaxtımdan həmişə arzuladığım həmin anları yaşayıram mən. Belə ki, tək yerlərdə belə təşəbbüslər olur. Mən bu təşəbbüsə uzun illərdir başlamışam. Yəni, bu mənim içimdən gələn varlıqdır. Bugünkü gündə bu ağsaqqallar ki var, hansı ki, onların o çəkdiyi zulümlər, əziyyətlərin bəhrəsidir ki, bugünkü gündə bizim bu körpə balalarımız görür. Mən şəxsən bu ağsaqqallarla fəxr edirəm. O ölənlərə rəhmət eləsin, Allah rəhmət eləsin. Bu qalanlara uzun ömür, can sağlıq, xoşbəxtlik arzu edirəm. Vahid müəllim 1990-1994-cü illərdə müstəqilliyimizi və ərazi bütövlüyümüzü qorumaq üçün polis zabiti kimi döyüş bölgələrində olur. Dədəbəy, Goranboy, Tərtər, Ağdərə ərazilərində dəfələrlə erməni işğalçılarına qarşı döyüşür. Ağdamın Celli kəndi uğrunda gedən döyüşlərdə xüsusi fədakarlıq göstərir. Məhz bu səbəbdən o qanlı qadalı günləri heç vaxt yaddan çıxarmır. Vahid Cəfərov hər il 20 yanvar şəhidlərinə ehsan verir. Həmçinin Qarabağ müharibəsi əlillərini, şəhid ailələrini daima diqqət mərkəzində saxlayır. Bizim kəndimizin ləyaqətli oğlanlarından olan Vahid Cəfərov qardaşımıza, ona görə ki, o bizim şəhidlərimizi müqəddəs tutub, bugün bu işi təşkil edib, kəndimizdə ehsanat təşkil edib və bugün cəmaatımızla bahəm gəlib şəhidlərimizi ziyarət edirik və səbəbkar da, vasitəçi də bu işi də təşkil edən Vahid müəllimdir və qardaşımızı Vahid Cəfərovu eşidək, onu dinləyək və hamımız ona da Allahdan can sağlığı. Mən onu deyim ki, şəhid olmaq hər kəsə qismət deyil. Şəhidlik zirvəsinə ucalmaq hər bir kəsə qismət deyil. Mən şəxsən belə düşünürəm ki, bizim kəndimiz, Düyəli kəndinin verdiyi şəhidlər bizim baş tutalığımızdır. Onlar ölmür, onlar yaşayır bizim qəlbimizdə. Nə qədər həyat var, ola bilsin biz dünyamızı dəyişəcəyik, biz öləcəyik, ancaq şəhidlərimiz ölməyəcək. Bir daha Allahümme salli ala Muhammed ve Muhammed, Allahümme affir lil mu'minine vel mu'minine. Biz de sana həmişə minnətkarıq. O şəhid olan vətəndaşlara hamısına dərin hüznlə Allah rəhmət eləsin deyirik. Valideynlərinə başsağlığı veririk. Bu təşəbbüsü irəli sürənlər də Düyərli kənd sakini Cəfərov Vahid müəllimdir. Ona həmişə ürəyimizdən gələn hörmətləri, bizə ürəyindən gələn hörmətləri biz eləyir. Ona çox sağ ol deyirik, minnətdarıq. Bu təşəbbüsü həmişə irəli sürür. Günü bu gündə, həmişə 20 yanvar günü də
bütün 9 şəhid var. Bu 9 şəhidin hər bir kəs evlatlarının, valideynlərinin qapısını döyüb. Onlara əlindən gələn hörməti əsirgəmir. Çox sağ olsun, minnətdarıq. Sağ olsun qadın xanım. Mən də özümün öz xüsusiyyətimə görə belə danışa bilərəm ki, bu təşəbbüsü quran Vahid Cəfəroğlunun Allah ömrünü uzun eləsin. Nə niyyət deyib ona salsın. Biz hamımızın arzumuz odur ki, biz onunla nəfəs alırıq. Vahid Cəfərov kənd qəbristanlığının hasarının uçurulmuş yerlərini təmir etdirir. Qoyun quzuların qəbirlərin arasında dolaşmasının qarşısını alır. Bütün bu kimi digər xeyriyyə işlərinin hamısı şəxsi vəsaitlə başa gəlir. Bunun əsasında isə halal zəhmət dururdu. Gördüyü xeyriyyə işlərinin nəticəsi kimi Vahid Cəfərov 1997-ci ildə Azərbaycan Respublikası Qızıl Aypara Cəmiyyətinin İcraiyyə Komitəsinin Rəyasət Heyətinin fəxri fərmanına layiq görülür. Bundan başqa 2004-cü ildə Nəzarətin Gücü Beynəlxalq Hüquq Qəzetinin Vətənimizin qüdrətlənməsi naminə fəxri diplomu ilə, həmçinin Böyük Qafqaz qəzeti redaksiya heyəti tərəfindən Hacı Zeynalabdin Tağıyev fəxri diplomu ilə təltif olunur. Onun gördüyü xeyriyyə işlərini sadalamaqla bitməz. Hətta həsr edilən şeirlər də kifayət eləmir. Müxtəlif illərdə nəşr olunan Adil Cavanın Sədalı Ocaqlar, Abbas Məmmədlinin Düyərli Dastanı, Zakir Məmmədovun və Fazil Mustafayevin Kimi Yaşadacaq Dünya, Açılan Qapılar və s. bu kimi kitablarda Vahid Cəfərovdan onun gördüyü işlərdən geniş bəhs olunub. Tovuz rayonunda xeyriyyəçi, ünlü iş adamı kimi tanınan Musa Süleymanov Vahid Cəfərovun haqqında deyib. Stat, Vahid Cəfərov kamilliyin zirvəsindədir. İşinə, əməlinə və xeyirxahlığına hansı prizmadan baxsaq, ona ən yüksək qiymət düşür. Xeyriyyəçi oğlanlarımızı Vahid Cəfərovla bir cərgədə dayanmağa çağırıram. Statın sonu. Bir neçə il əvvəl Ukraynada yaşayan Azərbaycanlılar birlikdə Novruz bayramını qeyd edirdilər. Həmin vaxt keçirilən tədbirdə Azərbaycanın Ukraynadakı hazırki sədri Tələf Əliyev və Azərbaycan diasporasının sədri Firidun Məmmədov da iştirak ediblər. Tədbirdə iştirak edən Nazim İbrahimov çıxış edərək Novruz bayramının təşkilində göstərdiyi köməyə görə Vahid Cəfərova öz minnətdarlığını bildirib. Vahid müəllim həmçinin gələcəyimiz olan uşaqların təhsili ilə də yaxından maraqlanır. Onları heç zaman yaddan çıxarmır. Dəfələrlə Düyərli kəndinin 2 saylı orta məktəbini qışda odunla təmin edib. Şagirdləri əlifba və digər bayram şənliklərində sevindirib. Onları təhsil almaq üçün hər cür vasitə ilə həvəsləndirməyə çalışıb. Elə bunların nəticəsidir ki, Vahid Cəfərov bu məktəbdə uşaqların sevimlisinə çevrilib. Şagirdlər, sizin hamınıza yaxşı məlumdur ki, bizim ən çətin, ən dar, belə deyək də, məktəbin indi elə bir büdcəsi yoxdur. Ən çətin günlərimizdə bizim məktəbə kömək edən valideynlərimiz çoxdur. Elə valideynlərdən ən başda dayananı sizin hamınıza məlum olan, bugün bir ata kimi təbrik edək oğlum birisi qurtaracaq. Bugün bayram şənliyinə də əli boş gəlməyib. Sizin hamınıza bayram töhfəsi gətirir. Müəllim kollektivi, şagird kollektivi, həmkəndlərimiz, gəlin bir daha Vəliyə öz minnətdarımızı bildirək və deyək ki, bundan da daha yaxşı imkanlı günlərin olsun. Çox sağ olun.
Əlifba bayramıdır. Mən də gəlmişəm bu balaları büyük bir gün bayram münasibətilə təbrik edirəm. Onlara müvəffəqiyyətlər gün o gün olsun ki 11-ci sinif qutarsınlar. Sizlərin müvəffəqiyyət olsun. Hamısı hərəsi bir vəzifəni sahib olsun. Onlara can sağlıq. Əziz valideynlər, ta 96-cı ildən bəri kəndimizin ən çox sevincisi olan xalqımızın, qocamızın, cavanımızın, uşaqlarımızın Vahid Cəfərov bizim məktəbin, nəinki məktəbin, bütün kəndin xeyriyyətçisidir. O həmişə dalda qalan hər bir şəxsə əl tutmuş və bayramlarda bizim uşaqlarımızı, balalarımızı sevindirmişdir. Bugün də o bizim bu bayrama hoş gəlməmiş. Balaca fidanların hamısına dəstə, ruşka və müxtəlif ləvazimatlar gəlmişdir. Valideynlər adından ona öz minnətdarlıq bildirirlər. ...2004-cü ildə boya-başa çatdığı Düyərli kəndinin sakinləri Vahid müəllimin bütün insani dəyərlərini, xeyriyyəçilik işlərini, onun humanizmini, qabiliyyətini nəzərə alaraq bələdiyyə seçkilərində Vahid Cəfərovun iştirakını vacib saydılar. Xalq onu sevdi, ona inandı, onu dəstəklədi. Rəhmətli atam bizi təsərrüfata sal. Çox əziyyətlərlə böyümüşük, kasçılıqla böyümüşük. Arada varını da görmüşəm. Ancaq zəhmətlə, əziyyətlə, 5 hektarlarla, 10 hektarlarla icariyə torpaq götürüb, gözümlə də odun sürmüşəm. Hamısı bu diyarının gözü qabağındadır. Elim odam üçün imkanım olan yerdə kömək əlimi uzatmışam imkansızlara. Ancaq məcburam deyəm, ona bilsin ki, biri bilir, biri bilmir. Özüm maddi cəhətdən kasıb olsam da qəlbən çox varlı olmuşam. Yəni öz kasçılığımı da o imkansızlara bürüzə verməmişəm. Deyir, aslan ac qalır, heç kimin xəbər olmur. Aclığımı o imkansız, mana, ümid olan oğlanlara da bildirməmişəm. Demişəm, varımdır. Yəni o məndə uşaqlıqdan bu kiməsə yaxşılıq eləmək. Hər il mən şəhid ailələrini yad edirəm. O deyir ki, onların da ona ihtiyacı yoxdur. Bayramlarda yad edirəm. İmkansız ailələri yad edirəm. Bayram payı göndərtdən uşaqlara deyirəm ki, dedən vəlidir, bayram payıdır, qəbul edirlər yəqin. Yəni, onları yad eləməkdir. Yəni, həmən şəhid analarını, şəhid atasını, şəhidin gül balaları hiss eləməlidir ki, onlar ümidsüz deyil. Biz hamımız dünyamızı dəyişəcəyik. Biz gələcək o körpə balalarımız üçün bugünkü gündə iş görməliyik, hərəkət eləməliyik. Yəni, görümüz lənətlənməməlidir. Yəni, ölənə kimi, dünyamı dəyişənə kimi bu erim üçün çalışmayacamsa da mən nəyə görə yaşamalıyam onda? Mənim haqqım çatmır yaşamağa. Kimsə düşünməsin ki, özü üçün yaşasın. Özündə olan kəs kimləri isə yaşatmaq üçün yaşamalıdır. Eli obası üçün yaşamalıdır. Kənd sakinləri arasında aparılan sorğu nəticəsində məlum oldu ki, əhalinin 92% Vahid Cəfərova etimad göstərib. Məhz bu səbəbdən hamı onu Düyərli bələdiyyəsinin sədri görmək istəyirdi. Amma əfsuslar olsun ki, Düyərli kəndinin sakinlərinin istəyi elə istək olaraq qaldı. Çünki kənd bələdiyyəsinə sədr vəzifəsinə başqa adam seçildi. Lakin düzgün olmayan bu seçim də Vahid Cəfərovu öz yolundan döndərə bilmədi. O xeyriyyəçilik əməllərini davam etdirməklə xalqa daha da bağlılığını sübut etdi.